Mövzu bu bölgələr və şəhər barədədir. Mədəniyyətin iqtisadiyyatla əlaqəsi. Maslow'un ehtiyaclar piramidasını hamı oxuyub. Orada gəlir birinci ehtiyac qidalanma ehtiyacıdır. Sonra gəlir bu teatrdır, filmdir, sinemadır və s. və ilə axır. Ac adamın gedib parkda gəzmək həvəsi yoxdur axı. Bunun hələ birinci çörək problemi var. Ona görə mən Marks müəllimlə razıyam bu cəhətdən. İqtisadiyyat ən birincidir. Bizim dini mətnlərimizdə var. Mən la məaşələ, la məadələ. Kimin maaşı yoxdursa, yəni məişəti yoxdursa, onun axirəti də yoxdur. Və yaxud başqa Həzrət Əlidə var da, kadəl fəqru ən yekuna kufra. Yoxsulluq az qala insanı kafir edəcək. O qədər, yəni imansız edəcək. O qədər vacib məsələdir. İqtisadi məsələ. İndi burada sual, burada nə lazımdır? Şərtlərdən biri ən vacib. Bölgələrimizdə bölgəsini sevən, bacarıqlı iş adamları varmı? Məsələn, bir adam tutaq ki, Gəncədədir, Mingəçevirdədir, Şəkidədir, Naxçıvandadır, amma Bakını sevir. Bəzi iş adamları var, öz rayonlarını sevirlər. Bu çox vacib psixoloji məqamdır. Varmı? Bəli, var. Mənim müşahidələrim göstərir ki, iş adamları ilə ünsiyyətdə çox oluram. Bunlar öz yerlərində qalıb işləmək istəyirlər və yaradırlar da. İş yerləri yaradırlar. Mən deyirəm, onlara deyirəm ki, mən sizin əlinizi öpürəm. Siz fədakar insanlarsınız, şərif insanlarsınız. İş yerləri yaradırsınız, iqtisadi canlanma yaradırsınız. İndi elə bir insanların formalaşması üçün kimi işləməlidir? Əxlaq müəllimləri, vətən sevgisini aşılasın. Bu çox vacibdir. Əxlaqla iqtisadiyyatın burada sintezi. Yəni, güzəştlər olmalıdır, sərfəli kreditlər verilməlidir, təşviqlər olunmalıdır. Gəncə boyda şəhərin, gözəl şəhərin gedirsən, o canlanma müşahidə olunmur Gəncədə. Hələ mən Gəncədən danışıram ki, Naxçıvan ki, ümumiyyətlə səssizlikdir. Lənkəran olsun, Şəki olsun, yəni o kifayət qədər o canlanma yoxdur. Canlanma ancaq Bakıdadır. Nə etməli? Bu, birinci sual budur. Lazımdırmı bu? Lazım yox, vacibdir. Vacibdir. İkinci addım nə etməli? Dərhal güzəştlər verilməlidir. İş adamları iqtisadiyyatı inkişaf elətdirə bilərik.